evinə baxırsan, deyirəm, Türkandayıq, möhtəşəm bir villa çıxıb satışa. Neçəyə sonda deyəcəm, 50.000 indirim. Dostlar, həqiqətən də bu nədir? Jackportun jackportu. Bir dənə baxın, Türkanın girişi. Ana yolun üstü. Burada yoldur. Burada yoldur. Sahlə. Buradan da bütün məhləyə gedən yoldur. 16 sot, sənət, kubca. Elə bir dənə qiymət gəlir, əlim yandı gəlir. Bir dənə siz evin gözəlliyinə baxın. Məhtəl qalmışam, şok olmuşam. İnan Allaha ki, bu cürə ev heç neçəyə satılır. Heç neçəyə satılır dostlar. Vallahi heç neçə. Yoxsa biz o boyda yol gəlməzdik. 16 sotun içində su ehtiyatçanı var. Türkanda yol qırağı. Bax, burada qarajı. Burada belə geniş qarajı var. Görün nə boydadır. Belə gözəl bağı, baxçası, nə gözəllikdir. Nar ağacları, nar ağacı, nar çiçəyi. Əxi dedi, nə dedi? Alma armutun arı burada. Əxinin bir şeiri var. Əxi getdi Qəbələdə. Dostlar, əxi itirmişik Qəbələdə. Sahilə şortik geyində əxini itirdik. Deyir, haramdır. Haramdır dedi, əxini biz itirdik. Görək, indi təzə növbəti kadr seçməliyik. Maraqlı kadr, hə Sahilə? Getdi bir də payız sezonuna. Əxi sezonuna getdi. Bura belə. Hovuzudur. Hovuzumuz var. Evin hər tərəfinə dostlar, belə keçməyə yer var. Ha dostlar, özünüzə ev yox, Sahilə bir dənə saray alırsınız. Saray. Sənə deyim, canım desin, bu gün coşmuşam. Ayda, bu qız coşub da. Şey demişkən, ətdən, kababdan yiyir, coşur. Söz ustadları deyir, sinəm dolu deyə danışmaq istəyirəm. Bəli dostlar, bəli, bu qız coşub. Belə gözəl, balkonu. Bəli. Həyətə də bax, padabiyə. 6 otaq nə demək? Biraz da belə qədimi istirdə ürəyim açıldı, nəsə rayon yadıma düşdü. Kino çəkiləsi bir evdə. Vallahi gör nə gözəldir dostlar. Buradan belə girişlərinizi yuyun. Burada belə sanitar qovşağıdır. Dostlar, maşallah. Yenə də sanitar qovşağı. Çimin, yiyin, yatın, belə bir evdə. İnan ki, həqiqətən. Həqiqətən elədir. Gəlib uzanmışsın. Bay. Özüdəki ev sahibi, konsantrə ehtiyacı yoxdur. Bunların qalınlığına bax. Bu da ki, 40, neçə santı, 60, ev 1 metr. 1 metr eni var dostlar. Gəl, buradan göstər. Burada belə geniş qonaq otağı var. Sahilə, pəncərələr də görün. 1 metrdir daha nəyini. Burada bir yataq otağı. Belə gözəl, 1, 2, 3, 4, 5 dənə qapı olanda belə olar. Daha hamısı keçib o kitay qapılarına. Görsən, hər şey fərqlidir. Burada da belə yenə yataq otağı. Vallahi, hər şey fərqlidir. Burada da yenə yataq otağı. Bunu kim tikibsə, halal olsun. Həqiqətən, dostlar, halal olsun. Burada işləyənə, bunun sahibinə. Buradan da belə. Nə deyim? Qiymətini denən. Dostlar, 50.000 indirim gəldi. 210.000 manata Türkanda yol qırağı. 16 sotun içində. Türkanın girişində, Türkanın girişində. Yol qırağında padabiyə evdir. Bəli. 050 756 0047 tələsin dostlar. Takibat birək yazın. Qaymaqdır, qaymaq.